Bugün bir sualın sehrini aşırıq. Əgər atomların 99,999% boşluqdur, bəs biz divarın içindən digər tərəfinə nə üçün keçə bilmirik? Gəlin cavabı sadə dildə deyim. Əlinizi divara yaxınlaşdıranda əlinizdəki və divardakı atomların elektronları üz-üzə gəlir. Elektronların hamısı mənfi yüklüdür və fizikanın qanunu deyir, eyni yüklər bir-birini itələyir. Yəni, toxunduğunuz divar əslində toxunuş deyil, elektromaqnit itələməsidir. Amma hekayə bununla bitmir. Qarşıya Pauli prinsipi çıxır. O deyir ki, elektronlar bir yerdə iki dəfə ola bilməz. Divarın elektronları öz oturacaqlarını artıq tutub, sizin elektronlar ora keçmək istəyəndə boş yer tapmırlar. Buna görə maddə iç-içə keçmir və sərt görünür. Bəli, atom boşdur, amma boşluq passiv deyil. Elə bil sürətlə fırlanan bir ventilatora əl vurursunuz. Arası boşdur, amma keçə bilmirsiniz. Kvant dünyasında zərrəciklər bəzən maneələri tunelləyə bilir. Amma bir insanın bütün atomlarının eyni anda divardan keçməsi ehtimalı demək olar ki, çox kiçikdir. Nəticə, biz divardan keçə bilmirik çünki atomlar deyil, qüvvələr bir-birimizi saxlayır. Toxunduğumuz hər şey əslində görünməz sahələrin sərhədidir.